Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Əziz qardaşlar, Allah Subhanahu wa Taala'ya həmsənələr olsun ki, özünü zikr etməyə müvəffəq eləyib bu günləri bizi bir araya toplayıbdır. Həqiqətən də bu, Allahdan müvəffəq olan qulları üçün zikr məclisində iştirak etmək, Allah zikr olunan məclisdə iştirak etmək həqiqətən də Allahdan böyük bir neymətdir. Bu zikr məclisi, elm məclisi müvəffəq olan üçün Allahdan, elə müvəffəq eləyən də Allahdır. Yəni, böyük bir neymətdir. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədisdə belə buyurur. Mən yuridillahu bihi xayran yufəqqihhu fid-din. Allah kimə xeyir diləyərsə, kimə xeyir istəsə, onu öz dinində fəqihlərdən eləyər. Dinini, yəni onu öyrədər. Deməli, Allah kimə xeyir istəyirsə də onu zikr məclisinə, özü anılan, zikr olunan məclisdə iştirak etmə müvəffəq eləyir. O məclisə gəlir, iştirak eləyəndə nə eləyir? Allahı xatırlayır. Onun dinini öyrənir, İslamı öyrənir, fəqih olur. Evdə oturmaqla, yəni internetdə dolaşmaqla bu hasil olmur. Bu zikr məclislərində, özdə birbaşa olan zikr məclislərində hasil olur bu xeyr, bu bərəkət. Bir neçə ilə bu mövzuda bir neçə dənə hədis zikr eləmək istəyirəm Allahın izni ilə. Ola bilsin ki, bu hədisləri eşitməyibsiniz. Hədislərin birində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Allahın üzünü diləyərək bir yerə toplanan qövmə səmadan bir car çəkərək deyər ki, o zikr məclisi, o toplanan Allah zikri üçün bir yerə, Allahın üzünü diləyərək bir yerə toplanaraq Allah'a zikr eləyən toplum üçün səmadan bir car çəkərək deyər ki, qalxın, artıq sizin günahlarınız bağışlandı və günahlarınız da savablarla əvəz edildi. Savablara çevrildi. Yəni, bu zikr məclisinin, elm məclisinin fəzilətidir. Yəni, insan gəlir, oturur, məclisdə həm günahları bağışlanır, həmçinin də günahları savablara çevrilir, savab olaraq yazılar. Və bax, budur zikr məclisinin fəziləti. Nə etmək lazımdır? Niyyəti düzəltmək və əzimli olmaq, himməli olub gəlib zikr məclisində iştirak etmək lazımdır. Səbirlə, öyrənmək. Növbəti əzəmətli hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü Rəhmanın sağında insanlar olacaqdır. Onlar nə peyğəmbərdirlər, nə də şəhidlərdir. Qiyamət günü Rəhmanın sağında insanlar olacaq. Onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Üzlərindən nur saçacaq. Onlara baxanların gözləri qamaşacaq. Üzləri nurlu və kim ki onlara baxır, onların gözü qamaşır, baxa bilmir. Onların üzlərindən saçan nura görə. Və üstəgəl də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, Peyğəmbərlər və şəhidlər də onların tutduğu məqama və Allaha yaxınlıqlarına görə qibdə edəcəklər. Hədisin bu hissəsinə diqqət yetirək, davamını oxuyum. Deməli, Peyğəmbərlər deyirlər, şəhidlər deyirlər. Yəni ki, başqa adamlardılarsa da deməli, onu hər kəs əldə eləyə bilər. Peyğəmbərlər bildik ki, 124 mindir. Allah istədiyini Peyğəmbər seçir. Bu da sayı bəllidir. Şəhidlik məqamına da
Çox da elə adamlar nail ola bilmir o məqama. Yerində qaldı. Deməli, peyğəmbərliyi də çıxdılar, peyğəmbərlər də, şəhidlər də çıxdılar. Deməli, bu elə bir məqamdır ki, çox adam əldə eləyə bilər. Çətin əməl deyil, əl çatmaz bir şey deyil. Yəni, şəhidlik, peyğəmbərlik başqa məsələ. Şəhidlik olsaydı, deyərdi ki, bəlkə də əl çatmazdı. Bəlkə də hansısa da devirdə, hansısa da məkanda olmasın. Amma bu elə bir əməldir, hər məkanda, hər zamanda bu əl çatandır və çox yüngüldür, rahatdır. Və üstəgəl də qiyamət günü də peyğəmbərlər və şəhidlər o insanlara, o tutduğu məqama görə, Allaha yaxınlıqlarına görə onlara qibtə edəcəklər. Qibtə yəni təəccüb edirlər ki, görəsən, bunlar hansı əməl sahibidirlər? Bunlar nə qədər əməl eləyiblər ki, Allaha bu qədər yaxındılar. O uca məqama layiq görülüblər. Allaha bu qədər yaxın olublar. Bu zaman bir dənə bədəvi ərab söykənəkli halda oturmuşdu, durdu, dizi üstə durdu, dedi ki, ey Allahın Rəsulu, onlar kimdir, bizə vəsf elə. Yəni, biz də onlardan olaq. Başqa ləfsdə gəlir ki, o hansı əməldir ki, bizə vəsf elə, biz də o əməli yerinə yetirək. Yəni, görür ki, deməli, əl çatandır. Çətin bir şey deyil. Yəni, peyğəmbərlərə xas deyil, şəhidlərə xas deyil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, onlar o şəxslərdir ki, Allaha zikr etmək üçün bir yerə toplanan şəxslərdir. Allahı zikr etmək üçün bir yerə toplanan insanlardır. Bir toplumdur. Bir qövmdür. Deyir ki, onlar müxtəlif qəbilələrdən və fərqli yerlərdəndir. Yəni, belə deməsin, mənası da odur ki, yəni Mədinədə yox, fərqi yoxdur. Mədinədə olsun, Azərbaycanda olsun, Türkiyədə olsun, hər hansı bir ölkədə olsun, yəni ərəb də olmasın, millətindən, tayfasından, ölkəsindən asılı olmayaraq, insanlar ki, bir yerə toplandılar, Allah zikr olundu orada ki, elm məclisi oldu, deməli, bu fəziləti əldə etdilər. Bu xeyri əldə elədilər. Yəni, bu zikr məclisinin, elm məclisinin fəzilətidir. Qiyamət günü Rəhmanın sağında olmaq, insanın üzündən nur saçması və ona baxanların gözünün qamaşması və üstəgəl də peyğəmbərlərin və şəhidlərin onlara qibtə etməsi. Deməli, bu əməl o qədər peyğəmbərlərin yanında o qədər yüksək, əzəmətli böyük bir əməldir ki, onlar bu əmələ qibtə edirlər. Peyğəmbərlər kimi insanlar Allaha yaxın olan ən xeyirli, ən fəzilətli insanlar bu əməl sahibinə qibtə eləyirlər. Yəni, belə olduğu halda müsəlman şəxs bu fəzilətli əməli heç əldən verərmi? Buna biganə yanaşarmı? Səhlənkarlıq edərmi buna? Əlbəttə ki, yox. Bu da necə hasil olur? Canlı formada elm məclisində iştirak etməklə olur. Canlı formada. Gəlir, oturursan, iştirak edirsən, bu fəziləti, bu xeyri əldə edirsən. Və davamlı. Çalışıb davamlı olmalısan. Üçüncü hədisdə belədir ki, Abdullah İbn Amr radiyallahu anhuma deyir ki, bir gün mən Allah Rəsulü sallallahu aleyhi və səlləmə dedim ki, ey Allahın Rəsulü, zikr məclislərinin qəniməti nədir? Zikr məclisinin qəniməti nədir? Səhabə bilmək istəyir ki, yəni mən bu zikr məclisinə gəlib gedirəm, elm məclisində iştirak edirəm. Yəni burada mən nə əldə edirəm? Yəni axirət olaraq, yəni mənim burada əldə etdiyim nədir? Yəni bu dünyada faydalanıram. Dinimi öyrənirəm, halalı haramı,
əmri qadağanı, vacibləri, əhkamları öyrənəm, tövhidi öyrənəm, imanı öyrənəm. Yəni ki, mən axirətdə bəs faydam nədir? Bu qəniməti nədir mən? Bu gəldim, oturdum bu zikr məclisində, bu zikr məclislərində iştirak elədim. Qənimət olaraq mən nədir bunun qəniməti? Nə əldə eləyirəm? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Qanimatu məcalisu zikri əl-cənnə. Zikr məclislərinin qəniməti cənnətdir. Allahu Akbar. Yəni sən bununla cənnət əldə eləyirsən. Zikr məclisində iştirak etməklə sən cənnəti əldə eləyirsən. Yəni hamımızın da istəyimiz bu deyilmi? Cənnəti əldə eləmək. Deməli bu da zikr məclisi ilə əldə olunur. Və bu çətin də bir şey deyil. Asandır. Sadəcə o müvəffəq olmaq lazımdır, ixlaslı olmaq lazımdır, çalışmaq lazımdır bunun üzərində. Tənbəllik, səhlənkarlıq etmək lazım deyil. İnsan dünyavi işlərində harada bir xeyir, bir işıq gələn tərəf varsa da, ipucu varsa da o tərəfə qaçır, həris olur, can yandırır. Dolanışığını təmin etmək üçün, yaşayışını təmin etmək üçün. Amma axirətində bəzən səhlənkar yanaşır. Amma cənnəti bax, necə asanlıqla əldə etmək olur. Zikr məclislərində. Gəldin, oturdun, ixlaslı gəlmək lazımdır. Oturduğunu diqqətlə oturan zaman dinləmək lazımdır. Faydalanmaq lazımdır. Yəni ki, fikrim orada burada olmasın. Diqqətlə qulaq as. Bacarsan, çalış, qeyd elə, qeydlər apar, yaz. Yəni ən azından oturanda mürgüləmə, yatma. Diqqətli ol, qulaq as. Yəni əziyyət çəkib, zəhmət çəkib gəlirsənsə də bura, fikrin orada burada olmasın. Yəni bu həftədə bir dəfə olurmu, 5 gündə bir dəfə, 10 gündə bir dəfə olursa da, yəni işlərini təxirə sal, necə ki dünyavi işlərin üçün başqa şeyləri təxirə salırsan, gedirsən onu, o xeyri, o faydanı əldə etmək üçün. Eləcənə də zikr məclisi üçün də bundan daha çox həris olmalısın. Çünki bunun qazancı cənnətdir. Əbədi olan cənnətdir. Əbədi olan cənnət. Amma dünyada etdiyinlər hamısı fanidir, tükənəndir, xarab olandır. Amma cənnət yox, əbədidir. Bununla tamamlayaq qardaşlar. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi elmi olan həvəsimizi, himməmizi artırsın. Və Allah Taala'dan istəyirəm ki, Allah Taala bizdən tənbəlliyi, səhlənkarlığı qaldırsın. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi imanda irəlilədikdən sonra geriləməkdən qorusun. Daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu.